Ünsiyyətdə bədən dili 60, səs tonu 30, sözlərimiz isə 10%lik təsirə malikdir. Buna görə də faizə etibarən səsin nə qədər əhəmiyyətli bir məsələ olduğunu görmək mümkündür. Biz hər zaman danışarkən əlbəttə ki, ən təsirli və ən gözəl sözləri seçməyə çalışırıq. Amma həmin sözü uyğun səs tonu və uyğun bədən dili ilə demədikdən sonra heç bir effekti olmur. Səs estetikası deyilən bir məsələ var. İnsan gözəllik aşiqidir. Gözəl olan nə varsa dərhal ona meyllənir və zövq alır. Həmçinin səsdən. Çevrənizdəki insanlara diqqət eləyin. Kimin səsi gözəldirsə, dərhal ona meylllənirsiniz və qulaq asmağa çalışırsınız. Təbii ki, mövzu sizin xoşunuza gəlirsə və yenə deyirəm, seçmiş olduğu sözlər sizi qane eləyirsə, uzun müddət qulaq asacaqsınız. Amma ağzından dür tökülsə belə, bir insanın səsi xırıltılı, ciyiltili, nazik, kobud bu şəkildədirsə, insanlar onu dinləmək istəmir. Buna görə də səsin gözəl və dolğun olması vacibdir. Bu təkcə aparıcılara yaxud da ki, telefon vasitəsilə xidmət göstərən işçilərə yox, elə hər kəsə aiddir. Səsi tamamilə dəyişmək mümkün deyil, amma dolğunlaşdırmaq, əvvəlkindən qat-qat daha yaxşı vəziyyətə gətirmək əlbəttə ki, mümkündür, amma bir şərtlə ki, lazım olan məşqləri uzun müddət və arada heç fasilə vermədən yerinə yetirmək şərti ilə.